Salam mənim əzizlərim. Xərçəng burcu ilə davam edirik. Bu həftə çox özünə və ailənə fokuslanacaqsan. İşdə tələsmədən planlı hərəkət etmək daha yaxşı nəticə verəcək. Münasibətlərdə səmimiyyət, anlayış ön planda olacaq. Sağlamlıq üçün istirahətə, bir də emosional olaraq rahatlığa, sakitçiliyə ehtiyac var. Keçək görək kartlar bizə nə deyir. Xoşbəxtlik, uğur sizi gözləyir. Sizə, ailə üzvlərinizə yaxın, etibarlı, sevgi dolu münasibət qurmaqla bağlı, yəni deyək, bir dönəm başlayır. İş, nailiyyət, uğur sizinlədir. Yeni bir mərhələyə həyatınızda keçid edirsiniz və buna uyğun yeni düşüncələr, davranışlar sərgiləyəcəksiniz. Yeni ev, yeni imkanlar. Yaxın gələcəkdə həyatınızda bir sonlanma, bitiriş, bir əlaqənin bitməsi, yaxud da bir vəziyyətin yekunlaşması baş verəcək. Xəbərdarlıq edir ki, riskli məsələlərdən, qərarlardan çəkinin, diqqətli olun. Risk etmək sizə, yəni ki, düşərli deyil. Bu sizi çətin vəziyyətə sala bilər. Amma çətinliklər, problemlər zamanı sizə dəstək gələcək. Yəni dəstəklənəcəksiniz. Gəlin ümumiləşdirək, həftə sizin üçün necə olacaq? Gələcəkdə xoşbəxtlik, uğur sizi müşahidə edəcək. Həm iş, həm də şəxsi həyatınızda nailiyyətlər əldə etmək imkanınız artacaq. Ailə üzvlərinizlə münasibətiniz xüsusilə yaxın, sevgi dolu olacaq. Siz etibarlı, səmimi əlaqələr qurmağa önəm verəcəksiniz. Eyni zamanda həyatınızda yeni bir mərhələyə qədəm qoyursunuz. Bu da yeni düşüncə tərzləri, davranışları qəbul etməyi tələb edir. Yəni ki, əvvəl sizin üçün doğru gələn, sizə uyğun dediyinizdə, yəni ki, hə, bu mənim doğrularımdır dediyiniz fikirlər tamam dəyişə bilər. Yaxın gələcəkdə bəzi sonlanmalar da baş verə bilər, müəyyən bir əlaqə, vəziyyət yekunlaşa bilər. Buna görə riskli, düşünülməmiş qərarlardan çəkinməlisiniz. Diqqətli, ayıq olmaq vacibdir. Çünki bəzi çətin vəziyyətlər sizi gözləyə bilər, gözdə, qulaqda olmasanız. Ancaq narahat olmayın. Çətin anlarda daim dəstək görəcəksiniz. Yəni sizi müdafiə edən insanlar, sizi qoruyan insanlar olacaq ətrafınızda. İnanın ki, bu sizə böyük güc və qüvvət verəcək. İnan çox önəmlidir. Sizə inanan insanlar ətrafınızda olacaq. Beləcə, həm uğurlar, həm də xoşbəxtlik yaxın gələcəkdə sizinlə olacaq. Ən vacib olan məsləhət, diqqətli olun və ağıllı addımlar atın. Həftə sizin üçün gözəl gəlir.